John Maxwell liderlik mövzularında kitablar yazıb. Onun bir kitabı var, Biznesdə əxlaq. O kitabının əvvəlində deyir ki, Nigar xanım, mənə dostum dedi ki, sən liderlik mövzusunda, biznesdə liderlik prinsipləri mövzularında kitablar yazırsan, ticarətdə, biznesdə əxlaq mövzusunda da kitab yaz. Bilirsiniz də, KSM, Korporativ Sosial Məsuliyyət adlı təlimlər keçirilir Azərbaycanda da, müxtəlif qurumlarda, nazirliklərdə, şirkətlərdə. O deyir, mən dostuma dedim ki, baxın, dostuma dedim ki, ticarətdə əxlaq söhbəti yoxdur. Dedi, necə yolu yoxdur? Dedim, əzizim, əxlaq var. Ya var, ya da yoxdur. Adam ya etikalıdır, əxlaqlıdır, ya da deyil. Əxlaqı olmayan adamı kənarda, əxlaqı yoxdur həyatında ümumiyyətlə. Gətir qoy biznesə, o biznes libası geyinəndən sonra əxlaqlı olmur. Ümumiyyətlə, biznes əxlaqı deyilən bir şey yoxdur. Müəllim, bir şey var ki, insan əxlaqlı oldu və yaxud da əxlaqsız, ictimai qaydalara riayət eləmək hər kəsin borcudur da. Şübhəsiz, amma bir adam uşaq vaxtından bu normaları öyrənib, onun üçün daha rahatdır bunu etmək. İndi mən gələcəm davamında. İndi baxın, həmin kitabda Maxwell deyir ki, əxlaqın ən təməl qızıl qaydası budur. Özün üçün bəyənmədiyini başqaları üçün də bəyənmə. Deyir, bu bütün dinlərdə var, bütün mədəniyyətlərdə var, xristiyanlıqdan misal çəkir, İslamdan, Buddizmdən, hamısından misallar çəkir. Bibliyadan, Qurandan və s. İndi sual verirəm. Biz gedirik avtobusda, ictimai nəqliyyatda, parkda gəzirik, ümumi məkanlarda. Bir adam əlinə telefonu alıb ucadan, üzr istəyirəm, söyüşlə, təhqirlə kimlənsə danışır. Bu bizə xoş gəlir. Xeyr. İstər tək olaq, istər ailəmizlə olaq. Bizi narahat eləyir. Əgər bizi narahat eləyirsə, biz də bunu etməyək də başqasına. Sədi Şirazi deyir ki, həkim Loğmana dedilər, həkim yəni hikmətli. Loğmana dedilər, Loğman bilirsiniz də şərqin müdürçüdür, Quranda da adı keçib. Dedilər ki, ədəbi kimdən öyrəndin? Dedi ki, ədəbsizlərdən. Dedilər, necə ədəbsizlərdən ədəb? Baxdım onların rəftarında, gördüm ki, bunu mən bəyənmirəm. Dedim, mən də bunu etməyim də, başqası da bəyənməyəcək məni etsəm. Mən bunu bax, çox vacibdir ha. Buna sonralar empatiya da deyirlər, 20-ci əsrdə empatiya, özünü başqalarının yerinə qoy. Gör, sənə xoş gələr.